Salam, hər vaxtınız xeyir. Bu sual tipində sual 2024-cü ildə müəllimlərin işə qəbul imtahanına düşmüşdü. Eyni ilə bu tipdə idi, sadəcə rəqəmlər dəyişdirilmişdi. Elə birinci misaldan başlayaq, həll eləyək. Bu sualı həll eləyərkən ilk öncə ölçü vahidləri bərabərləşməlidir. İkinci, əsaslar eyniləşdirilməlidir. Üçüncü də əsaslar eyni olduqdan sonra qüvvət üslərini bərabərləşdirib həll edirik. Başlayaq elə birincidən. 4 üstü 2 topla 2 kilobayt bərabərdir 64 megabayta. Ölçü vahidlərini eyniləşdirmək üçün sağ tərəfi 2 üstü 10-a vururam. Kilobaytdan megabaytı da keçmək olardı. 2 üstü 10-a böləcəkdim, amma hasili seçdim, çünki bölməyə nəzərən daha rahat gedəcək. İndi ölçü vahidləri bərabərləşdiyinə görə eyni əsasa gətirirəm. 4-ü yazıram 2 üstü 2 kimi. 2 üstü 2 üzəri 2 topla x bərabərdir 64, 2 üstü 6-dır. 2 üstü 6 vurulsun 2 üstü 10. 2 üstü 2 üzəri 2 topla x bərabərdir. 2 üstü 16-ya. 2-lər eyni olduğuna görə 6 ilə 10-u topladım. Bu hissəyə, bu 2 üstü 2, 2 üstü 2 üzəri 2 topla x-a a üstü m üstü n kimi baxacam. Bu da a üstü m vurulsun n-dir. Qüvvətin qüvvət xassətinə uyğun gedəcək bu hissə. Deməli, yazacam onda belə. 2 üstü 2 vurulsun 2 topla x bərabərdir 2 üstü 16. Bu 2-ni mötərizənin içərisindəki hər bir ədədə vuracam. 2 üstü 2 bir dəfə vurulur 2-yə 4 topla, bir dəfə də vurulur 2-yə topla 2x bərabərdir 2 üstü 16. Deməli, ölçüləri bərabərləşdirmişdim. İndi də əsaslar bərabərləşdi. Ona görə də əsasları atıram. Qüvvət üslərini bir-birinə bərabər eləyib misalı həll eləyirəm. 4 topla 2x bərabərdir 16-ya. 2x bərabərdir 16-dan 4-ü çıxıram. 2x bərabərdir 12-yə. X də bərabərdir 6-ya. Bu misalı həmçinin 4-ün üzərinə gətirib də həll eləmək mümkündür. Yenə də eyni cavab almış olacağıq. Yaza bilərəm belə. Yazaq. 4 üstü 2 topla x kilobayt bərabərdir 64 megabayta. Ölçü vahidlərini bərabərləşdirirəm. Sağ tərəfi vururam 2 üstü 10-a. İndi 4 üzərinə gətirəcəm. Bu 4 üzəri olduğu kimi qalır. Çünki sağ tərəfi də 4 üzərinə gətirəcəm. 4 üstü 2 topla x bərabərdir 64, 4 üstü 3-dür. Yazıram. 4 üstü 3 vuraq. Bu 2 üstü 10, 1024-dür. Bax, bu 1024 həm 2 üstü 10 deməkdir. Həmçinin də bu 1024 4 üstü 5 deməkdir. 2-ni 10 dəfə də öz-özünə vurub 1024 alıram. 4-ü 5 dəfə də öz-özünə vurub 1024 alıram. 4 əsasına gətirdiyimə görə 2 üstü 10-u yazıram 4 üstü 5. Deməli, misal olur belə. 4 üstü 2 topla x bərabərdir 4 üstü 8. Əsaslar eyniləşdi. Atıram, üstləri bərabərləşdirirəm. 2 topla x bərabərdir 8. X də bərabərdir 8-dən 2-ni çıxıram. X də bərabər olur 6-ya. Deməli, həm 2-nin, həm də 4-ün üzərinə gətirməklə misalı həll eləmiş oldum. İndi keçək ikinci misala. Deməli, 8 üstü 3 topla x kilobayt bərabərdir 32 vurulsun 2 üstü 20 bit. Burada da ilk növbədə ölçü vahidlərini bərabərləşdirməliyəm. Bitdən keçəcəm kilobayta, böləcəm 2 üstü 13-ə. Çünki burada ikilərin özəri şəklində verilibdir ya, burada ixtisar aparmaq rahat olacaq. Ona görə bitdən kilobayta keçdim. 8 üstü 3 topla x bərabərdir. 32-ni yazıram 2 üstü 5 şəklində. 2 üstü 5 vurulsun, 2 üstü 20 bölünsün, 2 üstü 13. 2 üstü 13, 2 üstü 20 ilə ixtisar gedir, burada qalır 7. 8 üstü 3 topla x bərabərdir. 2 üstü 5 ilə 7-ni toplayıram, 12. 8-i 2-nin üzəri şəklində yazsam əgər, 2 üstü 3
üzəri 3 topla x bərabərdir 2 üstü 12. 2 üstü 3'ü vururam. 3 topla x'e bərabərdir 2 üstü 12'ye. 2 üstü 3'ü bir dəfə 3'e vururam 9. Topla 3'ü bir dəfə də x'e vururam. Baxın 3'ü bir dəfə 3'e vurdum. Bir dəfə də vurdum bu x'e. Topla 3x bərabərdir 2 üstü 12'ye. Əsaslar eyniləşdirdiyinə görə bunları atıram. Qüvvət üstləri ilə misalı həll edirəm. 9 topla 3x bərabərdir 12'ye. 3x da bərabərdir 12'dən 9'u çıxıram 3'e. X da bərabərdir 1'e. İndi bu misalı gətirirəm 8'in üzəri şəklinə və bir dəfə də belə həll edək. Yazıram belə. 8 üstü 3 topla x kilobayt bərabərdir 32 vurulsun 2 üstü 20 bit. Ölçü vahidlərini bərabərləşdirirəm. Bitdən kilobayta keçirəm. Bölürəm 2 üstü 13'e. 8 üstü 3 topla x bərabərdir. Yenə 2 üstü 5 yazıram 32'nin yerinə vurulsun 2 üstü 20 bölünsün 2 üstü 13. İxtisarlarımı aparıram. Burada qalır 7. 8 üstü 3 topla x bərabərdir 2 üstü 12. İndi mən gətirəcəm 8 üstünə. Baxın, bu 8 olduğu kimi saxlayıram. 8 üstü 3x bu olduğu kimi qaldı. 2 üstü 12 4096 deməkdir. Baxın, 4096 həm 2 üstü 12'dir. 4096 həm 8 üstü 4'dür. Həmçinin 16 üstü 3'dür. Həmçinin də bu 4096 64 üstü 2'dir. Mən burada 8'in üzərinə gətirəcəyimə görə bu 8 üstü 4'ü seçirəm. Olur 2 üstü 12'nin yerinə yazıram 8 üstü 4. Əsaslar eyniləşdi. Qüvvət üstlərini götürüb misalı həll edirəm. 3 topla x bərabərdir 4'e. X də bərabərdir 4'dən 3 çıxıram 1. Baxın, həm 2'nin, həm də 8'in üzərinə gətirməklə misalıma eyni cavabı almış oldum.